Hər vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılar, dəyərli izləyicilər. Yanvar ayının 27-sidir. Həftənin çərşənbə axşamı günü 2026-cı ildir. Son dəqiqə bir xəbərimiz var, onu nəzərinizə çatdırırıq. Dövlət Təhlükəsizlik Xidməti səfirliyə terror hücumunun qarşısını alıb, xüsusi əməliyyat keçirilib. Belə ki, bu barədə məlumatı ilə Dövlət Təhlükəsizlik Xidməti yayıb. Xarici ölkənin Azərbaycandakı səfirliyinə qarşı terror hücumu etməyə hazırlaşan şəxslər həbs olunub. Onlar kimlərdir? Demək, aparılan, həyata keçirilmiş əməliyyat istintaq tədbirləri zamanı Azərbaycan Respublikası vətəndaşları İlqar Quliyev, Amin Piriyev və Elvin Əlizadənin dini düşmənçilik səbəbində Bakı şəhərində xarici ölkənin səfirliyinə terror hücumu törətməyə hazırlıq görmələrinə əsaslı şübhələr yaranıb və adı çəkilən şəxslər IŞİD terror təşkilatının Vilayət-i Xorasan silahlı qruplaşmasının üzvləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan 51 olan bir qrup şəxs halında xarici dövlətin Azərbaycan Respublikasındakı səfirliyinə terror hücumu etmək üçün silah qismində istifadə edilən predmetlər əldə edib, səfirliyin yerləşdiyi əraziyə yaxınlaşarkən DTX-nın əməkdaşları tərəfindən saxlanılıblar. Faktla bağlı İlqar Quliyev, Amin Piriyev və Elvin Əlizadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28-214.2.1, 28-214.2.3, 28-214.2.6 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə dini düşmənçilik zəminində terrorçuluğa hazırlıq maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib, barələrində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq əməliyyat tədbirləri davam etdirilir.